Salam dostlar, bugün görəcəyimiz işlərdən biri olacaq. BMW X5-dir, yerli quzadır. Bax, bu gördüyünüz güzgüdə problem var. Bax, belə əllə də bax, belə boşlu lifti var. Belədən knopkasına başlayanda bax, belə görsüz səs eləyir. Belə. İndi bunu söküb, təmir edib, sonda sizə göstərəcəm. Bu qaydada sökülür güzgü. Bax, altdan belə dartırsınız. Yəni sadədir də. Dartanda çıxır. Şpilka kimi də, kesmə kimi də. Bax belə dartanda çıxardırsınız. Şpilkası var. Bax belə basanda çıxır bu formada. Knopkasıdır burada. Vəziyyətin bəlli edir, güzgünün hansı vəziyyətdə olmalı. Növbəti, sonra isə bu 3 dənə şurup atacağım. 3 dənə buradadır, 3 dənə də altdadır. Evet, gördüyünüz kimi altda belə bir plasması var. Qapağı var, çıxartdım. Altda görəsiniz. 3 dənə də şurup buradadır. Onu açırıq, güzgü çıxır. Bir də çox vaxt belə rahat olduğuna görə mənə bu formada açıram. Əslində güzgü özü açılmalıdır. Güzgü özü çıxmaq üçün də içərdən abrifka sökülməlidir və 3 dənə bolt var. Elə açılanda daha yəni zavod üsullu elə açılır, sökülür. Ondan sonra üzərində iş görülür. Amma belə daha mənə rahatdır. Bir gördüyünüz kimi ikisini açdım. Buradakı da şurupunu çıxartdım. İndi altda 3 dənəsini çıxardandan sonra bu güzgü də çıxacaq. Motorunu da göstərəcəm sizə. Dostlar, söktüm. Hal-hazırda motorunu görürsünüz. İndi bunu özüm təmir edəcəm. Dostlar, hazırdır. Motoru da yığdım. Güzgüsünü də bağladım. İndi kontrol eləməliyəm. Bəzi hələ plasmaslarıdır, bəzi 1-2 şurup var, onlara da bağlamamışam. Gördünüz də normal işləyir. Tam yığım üstüne sonda göstərəcəm. Dostlar, hazırdır, yığdım, yoxladım, işləyir normalını. İndi bir də sizlər görsün deyini. Bir dənə də yoxlayacağım, baxın. Normal işləyir. Yəni ki, o səs də yox, lift də yox. Gördüyünüz kimi işləyir. Belə, kimin sualı olsa şərh bölməsində yazar, cavablandıraram. Sağ olun dostlar.